Və onları sağlam şəkildə qarşılamağın yollarını öyrənəcəyik. Emosional ehtiyaclar nədir? Emosional ehtiyaclar insanın psixoloji cəhətdən sağlam, balanslı, xoşbəxt hiss etməsi üçün ödənməli olan daxili tələbatlarıdır. Bu ehtiyaclar ödənəndə biz özümüzü çox xoşbəxt hiss edirik və necə ki, ac insan yemək yeyir, qidalanır və özünü yaxşı hiss edir. Bax, bu ehtiyaclar da qarşılananda biz özümüzü elə hiss edirik. Emosional ehtiyaclar çoxdur. Bəzən emosional ehtiyacları başqa cürdə qarşılayırlar. Bunlar egoizm deyil, bunlar nəyəsə naz eləmək deyil, bunlar yəni özünü yuxarı qaldırmaq deyil. Bunlar hər kəsin ehtiyacıdır. Amma bəzən ətrafımızda olan insanlar bu ehtiyacları önəmsəmədiyinə görə biz gərginləşirik, biz əsəbi oluruq, stressdə oluruq. Elə ona görə də öz emosiyalarımızı bilək, emosional ehtiyaclarımızı görək və onlarla bağlı da o ehtiyacları qarşılayaq. Çox emosional ehtiyaclar var. İndi mən sizə bir neçə ehtiyacı izah edəcəm. Siz də özünüzdə baxın, görün, bu ehtiyaclarınız necə qarşılanır? Qarşılanırmı? Qarşılanmırsa bu sizə necə təsir edir? Yəni, emosional ehtiyaclar bizim həyatımızın əsasıdır. Birinci emosional ehtiyac bağlılıq və aidiyyat ehtiyacı. Bu nə deməkdir? Bir insanla mənalı ünsiyyət qurmaq, yəni kiməsə bağlı olmaq. Burada kimlər nəzərdə tuta bilər? Valideynlər, övladlar, sevdiyin insan, yəni həyatında olan sevdiyin insan, qohumlar, qonşular və s. Aidiyyat. Harasa aid olmaq. Misal üçün, biz bir ailənin üzvüyük. Misal üçün, biz bir həyətdə qonşuyuq. O qonşuların biriyik. Hətta toy olanda görürsünüzmü? Hər hansı bir toy məclisində deyirlər ki, filan kəsin iş yoldaşları gəldi, filan kəsin qonşuları gəldi, filan kəsin qohumları gəldi və s. Bax, o insan onların hər birinə ayrı-ayrılıqda aiddir. İş yoldaşlarının kollektivinə bir şəkildə aiddir. Qohumların içində bir aidiyyat duyğusu var. Qonşuların arasında bir aidiyyat duyğusu var. Və indi təsəvvür edin ki, bir insan heç yerə aid özünü